sizə burada bir qayda izah eləmək istəyirəm. Deməli, qaydamız nədir? Bax, 2 dənə indi bura söz yazacağam. Yazırıq, bax, əlavə bir dənə də söz yazırıq, təkrar olaraq bax. Siz bilirsiniz ki, uşaqlar, yazılışı və deyilişi eyni olan sözlərə amonim sözlər deyilir. Və bağ bu qrup sözlərə daxildir. Meyvə bağı ola bilər, bir də ip, ayaqqabının bağı, ayaqqabını bağlamaq üçün olan ip. Biz standart olaraq belə bilirik də qaydanı, elədirmi? Amma bəzən, yəni bu qayda həmişə doğrudur. Bağ sözünü deyə bilərik. Yaxud da ki, indi müəyyən qrammatik bilgilər olan şagirdlər bilirlər ki, dilimizdə bəstə sözü də amonim sözdür. Aydındırmı? Bəstə. Məsələn, bəstə bir qısa mənasında boyu bəstə, yəni boyu biraz qısa. Bəstə bir də musiqi ilə bağlı olan sözdür, bəstə. Məsələn, bəstəkarın bəstələri, bəstələdiyi musiqilər, mahnılar və s. Bu mənada işlənir. Doğrudurmu? Təbii ki, doğru fikirdir bu. Amma məsələ odur ki, mən müşahidə edirəm ki, şagirdlər bəzən cümlə daxilində deyək, sözlər amonimliyi olan sözlərin müəyyən qrammatik şəkilçilərlə işlənməsi məqamında onların amonim olduğunun fərqində ola bilmirlər. Yəni, burada bir balaca amonimləri tapmaqda çətinlik çəkirlər. Mən burada nəyi demək istəyirəm? Bax, tutaq ki, belə yazaq da, qoy bu sözləri siləyin uşaqlar. Burada çətin heç bir şey yoxdur, çox sadə bir qaydadır. Məsələn, mən bax, bura belə bir söz yazıram. Qazlarımız. Düzdürmü? Bir də bura yazıram qazdı sözünü. Zahirən baxanda bu sözlər, yəni amonimin tərifini tam ödəmirlər. Yəni, biri qazlarımız şəklində yazılıb, digəri qazdı şəklində yazılıb. Şagirdlər də bunların yazılışlarında forma fərqi gördüklərinə görə bunların amonim olduğunu, belə deyək də, düşünmürlər, ya belə deyək, seçmirlər, ağıllarına gəlmir ki, bu amonimdir bu sözlər. Belə məqamda forma sizi çaşdırmasın. Birinci sözləri kök və şəkilçiyə ayırmaq lazımdır. Birinci sözün kökü qazdır. Lar burada cəmdir, bilirsiniz ki, qrammatik şəkilçidir. Imız da mənsubiyyət şəkilçisidir və qrammatik şəkilçidir. Sonra gəlirik, burada qazdı sözü var. Doğrudurmu? Burada kök, d da keçmiş zamanın şəkilçisidir. Düzdürmü? Yəni, qrammatik şəkilçilər sözün amonim kimi işlənməsində müəyyən bir problem yaratmır. Belə deyək də, amonim olmanı aradan qaldırmır. Qazlarımız sözündə biz yəqin ki, başa düşürük ki, söhbət quşlardan olan, quş növü olan qazdan gedir. Qaz, ördək, yəni bu mənada olan bir sözdür. Qazdı feil kimi işlənir, torpağı məsələn yeri qazdı, düzdürmü? Burada biz nə edirik? Qrammatik şəkilçiləri qoyuruq. Daha doğrusu sözün elə başlanğıc formasını götürmək lazımdır. Məsələn, burada bu sözün başlanğıc forması qazdır. Qrammatik şəkilçi sözün başlanğıc formasına daxil deyil. Burada da yenə qazdır. Deməli, qazdı sözündəki qaz feil qazdır. Qazlarımızda isim qazdır. Düzdürmü? Deməli, bəli, qazlarımız və qazdı formasında işlənsə də yenə bu sözlər amonim sözlər sayılacaq. Amma məsələn, bir dənə də söz yazım sizin üçün, bir söz də yazaq. Tutaq ki, qazıntı da ola bilər burada. İndi bu sözə gəlin, belə deyək də, diqqət yetirək. Qazıntı sözündə, uşaqlar, sözün kökü qazdır yenə də, qazmaq feilidir. Intı burada leksik şəkilçidir. Yəni, yeni bir məna yaradıbdır. Və leksik şəkilçi sözün başlanğıc formasına daxildir. Deməli, qazıntı sözü artıq başqa bir sözdür. Yəni, yazılış baxımından fərqli bir sözdür. Aydındırmı? Ona görə qazıntı sözü birinci qazlarımız və qazdı sözləri ilə amonim hesab edilməz. Aydındırmı? Belə bir dənə də tutaq sizin üçün əlavə nümunə istəyirəm göstərim. Məsələn, biz istənilən, tutaq ki, qan sözünü götürək. Qan sözü özü bilirsiniz ki, amonim sözdür. Qan, qırmızı rəngli maye, damarlarımızdan axan qan. Düzdür, insanın tutaq ki, qanı. Bir də qan dilimizdə qan şəklində yazsam da qanmaq, yəni
başa düşmək, anlamaq mənasını ifadə edən bir feildir. Məsələn, biz burada indi bax bu sözlərə də qrammatik şəkilçi qoşaq. Məsələn, qan isiminə, yəni birinci yazdığım qan isiminə qandan sözü yazıram, dan-dən şəkilçisi, qandan qorxuram. Deməli, dan-nan kimi burada tələffüz ediləcək. Bir də qanıram sözü, qan, ır və an. Baxın, qanıram sözündə qan sözün köküdür. Ir indiki zamandır, qrammatikdir. Sondakı am-əm şəkilçisi də xəbərli şəkilçisidir. Qandan sözündə qan sözün köküdür. Dan da burada çıxışlı halın qrammatik şəkilçisidir. Deməli, yenə də bu sözlərin başlanğıc formaları eyni, lakin leksik mənaları tamamilə fərqli olan, yazılışları, deyilişləri eyni olan, deməli, yəni başlanğıc formaları da görürsünüz, eynidir. Ancaq mənaları fərqli olan belə sözlər olduğuna görə təbii ki, burada bu iki söz biri-biri ilə nə sayılacaqdır? Təbii ki, amonim hesab ediləcəkdir. Belə şeylərdə diqqətli olmaq lazımdır. Məsələn, bizə cümlə testə verir, deyir, hansı cümlədə amonimliyi olan bir söz işlənmişdir. Məsələn, deyək ki, testin ixtiyari olaraq B variantını götürürük. B variantında görəcəksiniz ki, məsələn, cümlə verib, cümlədəki sözə şəkilçilər qoşulubdur. Aydındır. Hə, məsələn, yazırıq bura, bitkinin tərkibində yağlar azdır. İndi bax, bu cümləyə də fikir vermək lazımdır. Bitkinin tərkibində yağlar azdır. Burada bir balaca sözdə səhv elədim, bir dəqiqə üzr istəyirəm. Belə eləyək də. Deməli, oldu. Aha, yağlar. Buralar yazdım. Deməli, bitkinin tərkibində yağlar azdır. Bax, bu cümlənin özünün içərisində amonimliyi olan sözlər var. İki söz var. Biri yağlar sözüdür. Digəri də azdır sözüdür. Burada qrammatik şəkilçilərlə işlənsə də yağ, yəni amonimliyi olan sözdür. Bir, yağ, bitkinin tərkibində olan yağ ola bilər və yaxud qida kimi, yəni istifadə etdiyimiz yağlar ola bilər. Ya azdır sözündə də burada az say kimi işlənir, miqdar bildirir. Ancaq biz bilirik ki, az sözü feil kimi də işlətmək mümkündür. Məsələn, pişik meşədə azdır. Aydındırmı? Belə məqamlarda da fikir vermək lazımdır və bu sözlərin amonim olduğunu fikirləşmək lazımdır. Yəni amonimdirlər. Belə, dinlədiyinizə görə çox sağ olun, təşəkkür edirəm.